Sumqayıtda 7A nömrəli avtobusun bəzi sürücüləri qanunsuz hərəkət edirlər. Onlar ya səhər saatlarında hansısa dayanacaqda saxlanmırlar, ya da axşam saatlarında dayanacaqda bizi gözlədirlər. Bölgə TV xəbər verir ki, bu barədə Qafqaz İnfoya sərnişin Brilliant Məmmədova müraciət edib. Onun sözlərinə görə, avtobus sürücüləri tıxacı bəhanə edərək avtovağzal ərazisinə daxil olmurlar. 7A nömrəli avtobus sürücüləri aviakassa adlanan dayanacaqdan Sumqayıt avtovağzalına daxil olmalı, daha sonra bazara getməlidir. Ancaq bir çox sürücülər, xüsusilə səhər saatlarında İnsanların işə getdiyi bir vaxt avtovağzal yolunda 1-2 maşın olan kimi tıxac var, mən avtovağzala girməyəcəyim deyərək bazar tərəfə dönür. Qışda yağışlı gündə işə gecikdiyimiz halda düşüb növbəti dayanacağa qədər piyada yol gedirik. Vətəndaş deyir ki, hətta avtobusa minərkən sürücüdən avtovağzala dönüb dönməyəcəyin haqda soruşurlar. Cavab hə olsa da nəticə dəyişmir. Şikayətçi həmçinin qeyd edir ki, 7A nömrəli avtobusun sərnişinləri axşam saatlarında başqa problemlə üzləşirlər. Dayanacaqlarda avtobusun sürücüsü sərnişinləri 10-15 dəqiqə gözlədir. Özü isə düşür ya çay alır, ya da siqaret çəkir. Nə vaxt gedəcəklərini soruşduğumuz zaman deyirlər ki, vaxtladır. Maraqlısı budur ki, avtobusların bu gözləmə vaxtı niyə ancaq axşam ortaya çıxır? Səhər və günorta eyni dayanacaqda belə gözləmə olmur. Sürücülər öz aralarında danışıb avtobusu necə istəyirlər, elə də idarə edirlər. Bunu isə nəzarət edən yoxdur. Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, Sumqayıt şəhərində 7A nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti aidiyyatı qurum tərəfindən təsdiq edilmiş, gündəlik qrafik və əvvəlcədən müəyyən olunmuş marşrut sxemi əsasında həyata keçirilir. Söz gedən marşrut üzrə avtobusların hərəkətinə və qrafikinə riayət olunmasına aidiyyəti məsul qurumlar tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Eyni zamanda avtobusların dayanacaqlarda əsassız gecikməsi, sərnişinlərin mindirilməsindən imtina edilməsi, marşrut xəttindən kənara çıxma halları yol verilməzdir. Və bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib. Vətəndaşlardan xahiş olunur ki, sərnişin daşıma ilə bağlı rastlaşdıqları problem barədə aidiyyəti qurumlara rəsmi qaydada müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür. Səsləndirilən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qeyd olundu ki, 7A nömrəli marşrutda 12 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yarına nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. 7 və 7A nömrəli marşrutlar eyni daşıyıcıya məxsusdur. Bu səbəbdən hər iki marşruta bağlı daşıyıcıya xəbərdarlıq edilib, avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi, müəyyən edilmiş hərəkət sxemi üzrə fəaliyyət göstərmək, təyin edilmiş dayanacaqlarda dayanmaq barədə tapşırıq verilib. Qeyd edilən nöqsanlar aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi daşıyıcının diqqətinə çatdırılıb. Qeyd edək ki, 7A nömrəli avtobusun marşrut istiqaməti Sumqayıt avtovağzalında başlayır və elə eyni nöqtədə də tamamlanmalıdır. Rəna Rövşən qızı, BTV.